duet çəkirəm. İnək çaxıram, qrup olar. Komediyaxanaya girmək istəyirəm. Mən də buradan qaçmaq istəyirəm. Yavaş tağa Uşaqlar, bu necə sinifdir? Biraz çaşdırıcı sinif. Qonşumuzun toyu mənim ritmlə dağılıb. Sən kimsən? Ritm olmayan adam. Qışda qarpız. Qarpız telefon, balkon, pijon. Səni rapin GPS-i çaşdırar. Hardan gedirsən? Sən biraz mən dəyişmişsən. Mən də gəlsinə gəl. Mən qardaşımla telefonla danışıram. Şokolad yeyirəm. Ah, səhər avtobusları belə ağır olur. Ritm alsalar bura yığışsa yaxşı olar. Allah, mənim də avtobuslarım, yoxsa sırf maik. Dur, yavaş taladır. Sola, mən burada formula belə yaş kesilmirəm, amma sən deyirsən saxla. Mən də buradan qaçmaq istəyirəm, amma şokoladım qaldı. Ay kişi, yavaş, sanki qatar sürürsən. Sürücü, bu yolda fitness də var. Mən əlimi yerləyə gedirəm. Hə, öz-özümə deyirəm. Mən insanları idarə etmirəm. Koyun laboratoriya yetişdirdirəm. Yan, mən düşməliyəm. Dayan, yox, mən pedala basmışam. Avtobus durmamalı. Mən burada şokoladımı axtarıram. Mən düşmək istəyirəm. Mən hələ məşq etməliyəm. Hərdən öz-özümə deyirəm. Avtobusda hamımız şoltunu qurubdur. Axırda gəldik. Amma bir də bu sürətlə yox. Şokoladım xilas oldu. Mən sağ qaldım, amma biraz yaşlıyam. Sürücü, bir də gələcəkdə fitness avtobusu aç. Hə, mən də sağ qaldım, amma əsəblərim yox. Salam müəllimə. Salam müəllimə. Salam uşaqlar. Uşaqlar, dərs başlayır. Müəllimə, ritmə davam eləsə olar. Bu hansı ritmdir? Mən də bilmirəm, ürəyim çalır. 2 üstə 3 neçədir? Müəllim, bəlkə 27. Hardan gəldi o? Məndə təəccübləndim. 2 stəkan 3 balıq. Niyə balıq? Çünki acımışam. Məncə cavab 5-dir, amma əslində 5 çox dağıcı rəqəmdir. 8 olsa daha şən olar. Biz rəqəmlərlə şənlik etmirik. Bəs Qobustan qəyə rəsmlərini kim çəkib? Müəllimə, bu rəsmləri çox qədim insanlar çəkib. Onlar fırça yox, ürəyin gücü ilə çəkiblər. Duran yetər. Mən də rəsmləri mənim nənəm çəkib. Nənən niyə Qobustanda olurdu? Nənəm də hər yerdə ola bilər. Cümlənin xəbəri nədir? Sabah yağış yağacaq. O cümlədir. Xəbəri nədir? Yağışın xəbəri pisdir. Xəbəri mən rəqs edə bilərəm. Xəbər rəqs etmir. Mən edimdə bəlkə xoşunuza gələr. Məncə xəbərin işi çox çətindir. Cümlənin hamısını tək başına daşıyır. Dram dolu həyat. Zeynəb, xəbərin psixologiyasını analiz etmə. Mən sualı tapa bilmirəm. Kağızın ortasındadır. Kağızı tərs tutmuşam. Sevdim. Necə? Hara? Boş baxdım, səbətmiyim. Mənim vərəqim bitdi. Hara? Qorxu bizləmişdim. Müəllimə, mən testdən keçməsəm, ömrüm boyu qələmə sarıla bilməyəcəm. Duran yetər, yaz bir şey. Mən cavabları rəqs ritmi ilə yazmışam. Bu nə deməkdir? Yəni ritmə uyğun A, B, C. Uşaqlar, bu necə sinifdir? Süper sinif. Çox qarışıq sinifdir. Rəqs üçün ideal sinif. Üzücü və duyğusal sinif. Nahal kimi sinif. Amma biraz çaşdırıcı sinif. Müəllimə, siz burada durursanızsa, siz süper qəhrəmansınız. Sağ
Sabah hamınızda çox səhvli dərsiniz var. Hörmətli tamaşaçılar, Uluz Ozan Şahsına xoş gəlmisiniz. Burada yeni müğənnilər öz taleyini sınağa qoyurlar. Əgər bacarırlarsa bacarırlar, əgər bacarmırlarsa mənim başım ağrıyır. İlk iştirakçımız öz səsi ilə buludlara hərəkətə gətirdiyinidən Lalə xanımdır. Mahnımın adı Qışda Qarpız. Mən sevirəm qışda qarpız, qışda qarpız, qışda qarpız. Mən sevirəm qışda qarpız, qışda qarpız, qışda qarpız. Ay qız, bu nə idi? Qışda qarpız olar, amma belə də not olmaz. Bəlkə mikrofon xarabdır. Hə, o qədər xarabdır ki, sən səsindən qorxdun. İndi səhnəyə ritm ustası öz dediyinə görə Məşədi Ali. Mən ritmlə danışan adamam. İndi oxuyacağım mahnının adı üzücü ritm mahnısıdır. Bu həyatdan məni niyə aldın, niyə aldın, niyə aldın? Ta bezmişəm sənin əlindən, əlindən, əlindən. Belə həyat mı olar, belə həyat mı olar? Səndə ritm yoxdur, səndə ritmin qohumları da yoxdur. Qonşumuzun toyu mənim ritmlə dağılıb. Deməli problem ritmdə deyil, toydaymış. Və ən çox danışan, kimsə onu başa düşməyən dəzəvvü. Mən rap deyəcəm. Qarpız telefon balkon pijon, qarpız telefon balkon pijon, qarpız telefon balkon pijon. Ay bala, nə dedin? Səndə rap yoxdur, elə bir quş dilidir. Sən kimsən, ritm olmayan adam? Sən ritm polisindən axtarırlar. Mən olmasam sizin musiqiniz də dağılar. Siz ikiniz də elə danışırsınız ki, adam qulağının səsini itirir. Sənin səsin radioda olsa, radio özünü söndürər. Sənin rapin GPS-i çaşdırar. Dayanın, bu musiqi şovu uşaq baxcası deyil. Gerçək bir odana oxşadı. Amma bir şey maraqlıdır. Üçü də pisdir, amma üçü də çox güldürdü. Deməli, müğənni olan masada əla komediya aktyorları olarlar. Komediya, mən rap kralıyam. Mən ritm ustasıyam. Mən isə yaxşı. Mən hələ də mikrofonun xarab olduğuna inanıram. Salam əziz izləyicilərim. Bu gün sizə göstərirəm necə trendlərə düşmək olar. Mənə yazırlar ki, baba sən 65 yaşında niyə rəqs edirsən? Mən deyirəm, çünki gəlinlik ürəkdədir, Wi-Fi-in gücündə yox. Baba, sən mənə riyaziyyatdan kömək edərsən? Hə qızım, birazdan. İndi duet çəkirəm. Kimlə duet? Bir keçi ilə. Bax, çox populyardır. Baba, sən keçi ilə duet çəkirsənsə, ona mən inək çağıram, qrup olar. Heç sən başa düşmərsən, bu kontentdir. Mənim artıq 10 izləyicim var. Mənim sinif yoldaşımın pişiyi 200 izləyiciyə çatıb. Sən biraz geridəsən. Ay qızım, mən keçi yatağa qoymamışam, ona görə. Elmir dayı, sən yenə telefondasan? Səhər yeməyin hələ yeyilməyib. Qızım, mən internet fasting edirəm. Fasting yox, fast food eləyirsən hər gün. Qızım, mən diyet bioloji eləyəm. İndi bax, bu videoda çörək kameradan kənara qoyuram. Bax, belə arıqlayırlar. Elə bu tempdə getsən, telefon sənə diploma verəcək. İndi sizə trendləri öyrədirəm. Yox, sənə real həyatı öyrətmək lazımdır. Salam əziz izləyicilərim, bu gün nəvədə necə qaçmaq dərsi keçirəm. Salam evdəkilər, bu nədir? Ata, sən yenə də TikTok çəksən? Bəli, komedixanaya girmək istəyirəm. Amma sən artıq içindəsən, ata. Baba, sən mənimlə dərs oxumadın. Dərs, onda gəlin canlı oxuyaq. İndi bizdə riyaziyyat killing. Kim hesabı test tapsa, o follow qazanır. 7 üstə gəlsin 5 bərabərdir 12. Səhv. 7 üstə gəl 5 bərabərdir trend. Plus izləmə bərabərdir xoşbəxtlik. İstəyin real vaxtı da aşağıya tap. Amma izləyicilərim, Biz səni izləyəcəyik baba. elə ən yaxşısı trend ailə ilə çəkməkdir. Gəlin yenə bir selfie çəkək də.